Bədii Qiraət Dərnəyinin üzvü Mürsalova Firuzə, dərnək rəhbəri Dəyanət Allahverdiyeva, Xocalı, müəllifi Dursun Musayev. Gözləyib zaman sirrini, dəyişib dünyanın işi amalı. Deyəsən yetişir qiyamət günü, vədəsiz küləklər əsir Xocalı. Sərt gəldi fevran 26-sı, ağqana qərb oldu bulaqlarda su. Qəfildən vuruldu bir yurdun yası, bir kəsə çatmadı səsin Xocalı. Nələr görüb, nələr çəkməyib başan, o tutdu o gecə torpağın daşan. Tək qalmış gəlinin gözünün yaşan. Bəs necə qurudum, kəsim Xocalı. Dinmirəm gözümdə cilələnir yaş. Yadıma düşdükcə o gün, o savaş. Qız ana itirdi, qardaşı qardaş. Mən necə çiriyim, susum Xocalı. Söyləsəm bu dərdin dağlardan ağır. Namərdlər yoluma daş cığırladır. Dağıldım kənd-bəkənd, çadır-baçadır. Bəs kimdən inciyim, küsüm Xocalı.